Salam, hər vaxtınız xeyir olsun. Deməli, atmosferlə bağlı olan 99 nömrəli tapşırığa baxaq. Görək tapşırıqda nə deyir? Dağın yamacında A məntəqəsində havanın temperaturu müsbət 11 selsi dərəcə, B məntəqəsində isə müsbət 26 selsi dərəcədir. Məntəqələr arasındakı nisbi hündürlüyü müəyyən edin. İlk növbədə dağ şəklimizi çəkirik. Belə. Biz nə öyrənmişik? Öyrənmişik ki, dağın ətəyindən yüksəkliyə doğru getdikcə temperatur da təzyiq də azalır. Ona görə əlimizdə olan böyük rəqəmi, yəni müsbət 26 dərəcəni biz yazacağıq dağın aşağı hissəsinə, yəni ətəyini. Bu oldu bizim B məntəqəmiz. A məntəqəsini isə yuxarıda yazırıq, müsbət 11 dərəcə. Yəni görürsünüzmü, dağın ətəyindən yüksəkliyə doğru temperatur azaldı. İndi ilk növbədə bu hündürlüyü tapmaq üçün bizə bu hündürlüyü soruşur. A ilə B-nin arasındakı məsafəni. İlk növbədə əlimizdə olan temperaturların fərqini tapaq. Deməli, 26 selsi dərəcədən çıxıram 11 selsi dərəcəni, elə də 15 selsi dərəcə. Temperaturlar fərqini tapdı. Deməli, bizim temperaturla bağlı tənasübümüz olur. Tənasübümüz necədir? Hər 100.000 metrə temperatur 6 dərəcə aşağı düşür. Hündürlüyümüzü bilmədiyimizə görə x ilə işarə eləyirəm və burada da olacaq 15 dərəcə. Yəni A ilə B arasındakı məsafəni bilmirik, amma temperatur fərqini bilirik. Ona görə dərəcə dərəcənin altına yazılır. Buradan x-i hesablayıb tapanda çarpaz vururuq. 6x bərabərdir 15-i 1000-ə vuranda eləyir 15.000. Buradan da x-i hesablayanda eləyir 2500. Deməli, bizdə olan A ilə B arasında hündürlük fərqi oldu 2500 metr. Yəni, H bərabərdir 2500 metr. Baxaq cavablara. Cavabda bəli var. A variantı.